Bugün adi günlərdən biri deyil. Oğlum Rəsulun 4 yaşıdır və gəlmişik Qəbələdə onu qeyd etməyə. Qardaşı Cəsur da gəlib. Cəsurun da ilk evdən çıxdığı gün kimi qeyd eləyək bunu. Və Qəbələdə Fərdin evi genişdir. Siz də gəlib bayramlarınızı, günlərinizi, xoş günlərinizi burada keçirirsiniz. Elə dedik biz də özümüz gəlib yoxlayaq. Anamgil Neftçaladan atamgil gəldilər. Ət, heyvan gətiriblər, qoyun, sonra dana əti, balıq, hər şey Neftçaladandır. Onlarla görüşürəm. Ədalət də gəlir, Bünyamin də gəlir və gördüyünüz kimi evdə maşallah çox adam tutur da. Qaynanam Günara xala da burada da, anam da qəşəmrə, kənd də o superindən, balıq da burada, əmimgil də gəldilər. Dost, tanış, hamımız o bir evdə 6 nəfər tutur, bu evdə 15 nəfərə qədər yığışacağıq və bacımgil də gələcək və əmin burada Cəsurun qulağına dini sözlər deyir, adın deyir və burada gördüyünüz kimi yeməyimiz hazır oldu. Axşam yeməyimizi yedik. Biz bir gün əvvəldən gəlmişik də 13-dən. Toyuq da qəşəng anam tez bazar pişirdi. Selin də burada toyuğu yeyir, o da xoşlayır və anamgil də mətbəxdə həmişə olduğu kimi xanımlar mətbəxdə yeyir, orada yer olmadı onlara və uşaqlar başlayırlar oyun oynamağa və Bünyamin də Rəsulu yedizdirir və onu da deyim ki, bugün dostum Bünyamin də ad gündür. Rəsulla eyni gündədirlər və Bünyamin görür lampalar işləmir, dayana bilmir, axı ustadır. Başlayır o işıqları, dayanmayan spotların hamısını düzəltməyə. Bünyamin Allah vər eləsin. Bu evin tikintisində o mənə çox dəstək olub, bir yerdə eləmişik və ailəvi olaraq şarları köpürdürük, kiçik dekor qururuq. Görürsünüz nə mehriban, əsas insana qalan mehribanlıqdır, pul filan, hamısı boş şeydir. Və digər evimizə keçirik, Ədalətlə Bünyamin ailəsi ilə burada qalır və evlərimiz də görürsünüz də fərqli, hər şey var, PlayStation, ora bura. Görün Bünyamin neynir burada və kofe düzəldir özü üçün. Bəli, bizdə kofelər dənə kofelərdir, üyüdürsən, orada birbaşa çəkirsən, hazırlayırsan və Bünyamin kimi içirsən. Gecə oldu, səhər açıldı və Fərdin evində növbəti gündür. Artıq bugün ad gününün günüdür və anam səhərdən başlayıb günorta üçün yemək hazırlamağa. Bütün analar var olsun, Günara xala da buradadır və Bünyaminlə də Rəsul ad gününün planını qururlar. Selin də burada televizora baxır və qoyunun iç salatından gördüyünüz kimi belə qovurma eləyəcək. Burada da kəlafur hazırlayırlar, o da günorta yemək üçün. 2 gün elə bir yeyib içmək olur da burada. Və mən yeyirəm günorta yeməyimi və rayondan balıq gətirmişdilər. O balığı da bu formada doğrayıb marinat eləyəcəm də. Bizdə bunun qəşəng kababı olur, super olur. Biraz qalın doğradım, eybi yox. Tomatla, duru yağla eləyirsən, əla olur. Anam çıxırtma plovu da bişirir. Həmişə deyirəm ki, qonaqda ana artıq yemək lazımdır, kabab filan var. Doldurur çıxırtma plovu da heç kim yemir, qaldı ortada. Və biz hər şeyi götürüb gətiririk həyətdəki mətbəxə və ətləri də doğramışıq və dedim ki, ayana mal əti almışsan nemətdən, dedi hə. Dedim onda bir dənə gəl sos bişirək, o toylarda sos oldu, amma ocaqda. Dedi problem yoxdur, orada bizim meşə odunumuz var idi, bir dənə qoxu gəlir, bir dənə dad gəlir. Ağzım sulandı və orada pişir, uşaqlara baxıram ki, neynirlər, görürəm, onlar oynayırlar və Pünhangil gəlir dostlarım. Adamların da adlarını sayılarını itirdimi, o da ailəsi ilə gəlir və biz də burada sosumuzu pişirməyə davam edirik və sos bişdikcə deyirəm, abi, axşam olsaydı yeyərdim, duzundan, istiyotundan. Biz onu tomatla yedik, biraz sarıköş də vurur anam və tomata əlavə etdi, yeməyimizi qoyduq, pık bişməyə, təqribi yarım saata 40 dəqiqə bişəcək, suyunu əlavə edirik, sonda isə kartofunu əlavə eləyəcəyik və biz artıq yavaş-yavaş süfrəni açmağa hazırlaşırıq. Bacım gildə gəlib buradadılar. Bir dənə digər bacım xəyala gəlməyib, indi inşallah bir də onlar yox idi. Və süfrəmiz hazırdır. Görürsünüz nə qədər masamız, nə qədər stolumuz, hər şeyimiz var maşallah. Görürsünüz bu evi mən elə hazırlamışam ki, yəni insan evində necə yaşayırsa, bu istirahət evində də o formada yaşaya bilər, hər şey var. Bünyamin oğlun gətirir və biz bir stəkan çay içirik burada. Əmim də çay içir, dincəlir. Pişiklər də burada gözləyir ki, görək bizə nə verəcəklər. Kababları qoyduq üstünə. Bəh, qəşəng kabab bişdi. Biz ətimiz də Neftçalan o duzlu, şoranlı torpağının ətidir və yeyirəm, olur bəh, nə gözəl, nə dadlılığında. Hamıya belə günlər nəsib olsun. Atam da görmüşsünüz, bu qazandan oğurluq elə ət oğurur, o tuturam iş üstündə. Və bizim süfrəmiz yavaş-yavaş hazırlanır və balığı qoyuruq pişməyə və gəlib görürəm ki, burada hamı şirin-şirin söhbət eləyir. Rəsul da ağlayır. Başlayırıq yeməyə. Kababları bu formada servis eləyirəm. Yəni, mən bütün incəlikləri bu evdə düşünmüşəm. Görürsünüz, taxtaya qədər. Bayram günlərində az günlər boş qalıb. Gəlib bayramınızı da burada bu evlərdə qeyd eləyə bilərsiniz. Bünyamin əti bəyənir, atam bəyənir və həmin sos, bəh, nə gözəlliyində, nə qəşəngliyində Ədalət də yeyir sosdan.
deyir, əladır, möhtəşəmdir. Məclis davam edir. Belə şeyləri xoşlayıram mən, qonaqlığı və hazırlayıram belə süfrələr. Onları qonaqlar yeyəndə inansa elə bir özüm yeyirəm. Mən ürəyimə yaxılır, çox xoşbəxt oluram və mən də ətdən yeyirəm. Hamı yeyir, hamı təamları bəyənir. Allah bizi həmişə belə mehriban eləsin və Cəsur oğlum da burdadır. Nənəsi ona yemək yedizdirir və insana qalan mehribanlıqdır, xoş günlərdir. Həyatda nə qədər ömür yaşayırsan, insana belə günlər həmişə qalır, belə günləri xatırlayırsan və bir də səyahət elədiyin vaxtları. Qalan günlərdə adi günlərdən biri kimi keçir də. Və atam burada kebab çəkməyə davam edir. Kişilər düşür həyətdə, ocaq qalırlar, ocaq ətrafında vaxt keçirirlər, samavar çayı dəmləyirlər və sonra da biz başlayırıq tortumuzu kəsməyə. Bünyamin və Rəsul. Sizi təbrik eləyirəm. Rəsulun tortunu kəsirik, növbə Bünyaminin tortundadır. Beləliklə vloqumuz bitdi. Növbəti belə xoş vloqlarda görüşərik. Sağ olun, salamat qalın.